Salam dostlar. Nərgizlər tam açıb, artıq solmaq üzrədirlər. Bunların gözəlliyinə heyranam. Bu nərgizlərin gözəlliyinə heyranam. Burada qızılgül də pöhrə verir. Yəqin ki, çox olsa 3-4 gün ömürləri qalıb. Əvəzində isə bu nərgizlər torpaqdan baş qaldırıb. Bunların yəqin özünün adı var, ancaq eyni ilə nərgizdir. Sadəcə gülləri daha iri olur və qoxusu olmur. Eyni ilə nərgiz çox gözəl olurlar. Mən elə bunlara özüm yay nərgizi deyirəm. Düzdür, hələ yay deyil, yaz girib. Baxın, burada artıq qönçəsi də var. Yəqin ki, yay yox, yaz nərgizi. Burada 3-4 dənə şəhərdəki həyətdən gətirib əkmişdim. Çox qəribə bir formada çoxalıblar, adda o üzə bu üzə yayılıblar. Belə topa çıxanlar da var, fikir verirsiniz. Oradan bura addımlayan da var. Hərçənd 2-3 dənə gətirmişdim, yan-yana əkmişdim. Bu hal məni sevindirir. Özləri çoxalır, çox illik bitkidir, çox yaraşıqlı olur. O nərgizlərin əvəzinə bu nərgizlər gəlir. Allah qoysa, gül açanda çəkib sizə göstərəcəm. Bunlar da ki, yay qış elə gül açır da. Heç bunlara sözüm yoxdur. Düzdür, kolu bir balaca formasızlaşıb. Yəqin ki, budamaq lazımdır. İntihası üstündə o qədər xırda qönçə var ki, hayfım gəlir budamağa. Bunlar da zambaqlardır. Hələlik dipçəklərdə əkmişəm onları. Çünki bir neçə dəfə torpağa, birbaşa torpağa əkmişəm. İstidən, susuzluqdan korlanıblar. İndi bunları dipçəklərə əkmişəm və belə qutulara qoymuşam. Böyük bir yer düzəldib, qutu qarışıq əkəcəm. Əlimin altında olsunlar, tez-tez sulamaq üçün yaxın yerdə. Burada 3 cür rəng var. Çəhrayı, ağ və sarı. Sözün düzü, qönçə görmürəm hələ ki.
da ağ yasəməndir. Tam hazırdır. Elə isti hava gözləyir ki, çiçəklərini açsın. Ancaq bu həftə belə də isti olmayacaq. Görüşərik dostlar. Videonu bəyəndinizsə, güllərimi bəyəndinizsə, nəsə yazın. Sağ olun.